Salam, xoş gördük sizlərə hörmətli izləyicilər. Bugünkü günü Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsində 2 sot yarımın içində belə bir basenli əsl yay bağıdır. İndidən deyim, evin yüngül təmirə ehtiyacı var. Qiymət çox münasib qiymətdir. Burada belə bir manqalinisi, yay mətbəxi, burada həyət üçün əllamıdır. Evin hər bir tərəfini çəkib sizə göstərəcəm. Belə bir qəşəng basenisi var. Mansard tipli evdir. Səliqəli bir evdir. Burada da əldamısı var. Burada həyət üçün sanuzelidir. Burada da belə bir əldamısı var. Belə bir basenin kənarları gözəl bir ağaçlardır. Evin böyrləri boşdur. Havalanma sistemi. Ev qoşadaşla tikilib, şəxsi tikili evdir. Orta monolit betondur. Burada belə bir cam balkon kimi düzəldib. Evin həyət yanı hissəsində göstərim sizə. Dağlardan içəri 3 maşın rahat şəkildə daxil ola bilir. Evə praktikaya düşmək mümkündür. Burada belə ayaqqabı çıxartmaq üçün səliqəli bir yerdir. Evin girişindən belə bir koridor sistemidir. Mərmər pilləkənlərdir. Ev monolit betondur. Yeri parketdir. Yüngül təmirə ehtiyacı var. Ancaq kosmetik emulsiya və abo işləri qalır. Bura birinci mərtəbədə özləri üçün zal olaraq bilinən bu otaqdır. Sadəcə buranı yataq otağı ediblər. 2 pəncərəsi var, skvaznoydur. Buranın mətbəx hissəsidir. Qarşısı da özünə aiddir. Burada da yeri var. Yəni evin böyrləri, qabaqları hamısı açıqdır. Birinci mərtəbədə hamam sanıdır. Normal təmirlidir. Burada əllamısıdır. Qardiropdur, pal-paltar asmaq üçün. Sağ olun, indi sizi ikinci mərtəbə ilə tanış edeyim. Tam olaraq mərmərdən yığılıb. Pilləkənlərin hamısı, bura yer monolit betondur. Qoşadaşla inşa olunub. Buradan balkona çıxışı da var. Bura mansard tiplidir. Burada zal otağı kimi də istifadə oluna bilər. Burada da 2 yataq otağı var. Normal şəkildə 2 yataq otağıdır. Burada da bir yataq otağı var. Yataq otağının içində hamam sanuzeli var. Bu evimizin start qiyməti ev yiyəsi tərəfindən 115.000 manat təyin olunub. Real alıcılara endirim olunacaq təmirə ehtiyacı olduğu üçün. Şəxsi tikilidir. Çox gözəl yerdə də yerləşir. Qapısına qədər də asfaltdır, yola avtobus dayanacağına yaxın bir ərazidir. Kimlər istəsə, səhifəmizdə əlaqə nömrəsi var. Zəng edə bilərsiniz, WhatsAppda yaza bilərsiniz. Bu ev haqqında dərin məlumatları da verə bilərik. Yerində də gəlib baxa bilərsiniz.